Və görür ki, valideynlər içərisində məsələn ananın haqqını daha çox bizə Quran təlqin eləyir ki, insan anasının haqqını heç vaxt ödəyə bilməz. Məşhur hədis hamınız bilirsiniz, bir nəfər gəldi Peyğəmbərə dedi, ya Rasulullah, kimə yaxşılıq edim mən, dedi anana. Yenə soruş, sonra kimə, dedi anana. Üçüncü dəfə dedi, sonra kimə, yenə anana. Dördüncü dəfə deyəndə dedi, sonra atana. İmam Cəfər Sadiq əleyhissalam bir səhabəsi vardı Mədinədə, İbrahim adında. Deyir, mən İmam Sadiq əleyhissalamın yanına gelib gəlirdim. Bir gecə də İmam Sadiqin yanına çıxdım, gəldim evə. Anam da mənlə yaşayırdı. Anamla aramızda söhbət oldu. Biraz anamla sərt danışdım. Acıqlandım anama. Sərt danışdım anamla. Səhər deyir, sübh namazını qıldım. Yenə gəldim İmam Cəfər Sadiq əleyhissalamın yanına gələn deyir. İmam mənə dedi ki, ey İbrahim, sənin ananla nə məsələn var? Məgər sən bilmirsən ki, anan bətni sənin yaşadığın mənzil idi. Anan qucağı sənin üçün bir beşik idi. Ananın südü sənin qidan idi. Deyir, başımı aşağı saldım, dedim, hə, bilirəm, bəli. Dedi ki, heç vaxt anana qarşı bu cür sərt davranma gələn. İmam Zeynulabdin əleyhissalamın bunu həmişə demişik. Risalətül Hüquq deyilən bir kitabı var. Burada məscidimizin kitabxanasında da var o kitab. Hüquq barədə yazılmış ən dəyərli kitabdır. Başlayır Allah haqqından bir heyvanın haqqına kimi hər şeyin haqqı orada qeyd olunubdur. İmam Zeynulabdin əleyhissalam çox gözəl, obrazlı bir şəkildə anamızın bizə haqqını çatdırır. Gör nə cür bizə çatdırır. Deyir ki, anan haqqına gəlincə bilməlisən ki, anan səni heç kəsi daşıya bilməyəcəyi bir yerdə daşıyıb. Kimsə kimsəni içində daşıya bilməz, bəhtinin içində daşıyanmaz. Birini qucağına alarsan daşıyarsan, belva alıb daşıyarsan, amma içində mümkün deyil daşıyarsan. Bu yalnız anaya məxsus olan bir xüsusiyyətdir. Bil ki, deyir, heç kimin heç kəsi daşıya bilməyəcəyi bir yerdə səni daşıyıb, sənə qəlbinin meyvəsini veribdir ki, heç kəsə bunu vermir. Onun qanı ilə qidalanmışsan. Qəlbin meyvəsi nədir? Qan. Biz anamızın qanı ilə qidalanmışıq. Kim kimə qanın verir ki, gəl qidalan mənim qanımı. Bütün bədən üzvlərindən səni qoruyubdur. Özü ac qalıb səni yedizdiribdir. Susuz qalıb səni sirab eləyibdir. Özü geyimsiz, libassız qalıb səni geydiribdir. Günün altında yanıb, amma sənə kölgə salıbdır, sənə sayə olubdur. Yuxusuna haram qatıb yatmayıb, amma səni yatızdırıbdır. Səni istidən, soyuqdan qoruyubdur. Sən deyir, Allahın lütfu olmasa heç vaxt ona təşəkkür eləyə bilməzsin ey insan.